Salam əziz millətim. Umarım çağınız yaxşıdır. Xoş gəlmisiniz təzə videoma. Umarım ki faydalı olsun biləcə. Bitcoin-dən başlayayım. Düzdür, Bitcoin almayacaq. Bəli, hərdən burada da demağa bir şey olur. Baxın, mən ayın 9-unda, yəni bu kəndeldə sizə video qoymuşdum ki, burada xərid eləyəsiniz. Və demişdim ki, üstə nəqdinici vardı, gələcəkdi bura və gəldi də. Bu fəqət təhlil texnikalın gücünü göstərir. Aya mühümdür bu balaca nəvəsənlər? Qətlən ki mühümdür. Çünki bizim uzun müddətdə bir baxışımız vardı və qəti bir dənə mənfəət istəyirik o eləyək. İstəmirik trade eləyək, pulumuzu aparaq verək, ayrı market maker, yəni market makerlərin cibində dolduraq. Ona görə futures denən trade qaldırıcılı işləmlərdir. Türkçəsi bunlar əslən tövsiyə eləmirəm ki, bu kanalların onlar da bazar qızdırmaqlara fikir verməyin. Düzü o şeydir ki, bu kanalda ya monetay kanallar ki, ispat deyilir, bazar qızdırmırlar, bu kanallardılar. Əgər burada məsələn o günkü demişdim xərid eləsəydiniz, indi məsələn Bitcoin-da 3% mənfəətdəydiniz. Aya indi məsələn əldən vermişik dediyim kimi mühümdür. Amma xoş Bitcoin-i mən pişnahad eləməmişdim, ona görə Solana'nı pişnahad eləmişdim. Baxın, bir ayın 9-unda demişdim ki, bura gəlsə alasınız. Bu kəndeldə mərif eləmişəm. Bir seridə sabahısı gəlib fürsət verir ki, bilirəm ki, istifadə eləməmisiniz. Üçün hələ deyirsiniz, oyuncu nəcür dağarəş düzdür, demir. Alsı deyiz, burada təqribən bir 8% burada mənfəətdəyiz. Çünki nə deyirəm, mühüm də. Fürsət umaram ki, versin. Niyə bu İsrailin radyo ərtəşə bir şey vermişdi ki, ehtimalən İranın atomu təsisatını vıraq. Behtərin fürsətdir filandır. Əgər bir ittifaq düşsə ehtimalən bazar düşəcəkdir. Burada gələ bilər. Burada gəlib taç eləyə bilər. Baxın, bir bura, yəni 180 nahiyələri behtərin fürsətdir xərid eləmə. Baxın, bir ronda ədədlər də mühümdür. 200-dür filandır. Bunlara həmişə bir xas bir müqavimət ya himayət olar və ondan sonra dedim, əgər buranı sındıra bilsə, buranı kəfin, hətmən buralara da bir daha shadow vuracaq ki, behtərin fürsətdə xərid eləyəsiniz. İndi ayva, burada xərid eləyə bilirik. Texnikalı və usulü bu iş deyir ki, vəsətlərdə xərid eləmə. Bəli, xoş, bizim baxışımız uzun müddətdir. Bəli, eləyə bilərsiniz. Burada da elə xərid eləyəsiniz. Bəli, bütün sərmayəsindən yox. Yəni, məsələn deyirəm, $1000 zəyə vardı. 10 yerə bölün. Bunu bu 2 ayın içində xərdinizi verin qutar. Məsələn, 10 yerə böldünüz nə cür? $100. Deyin ki, mən belə proje mərif elədim. Mən tövsiyyət verdim, bu balaca mərif elədim. Bunları daha çox ağlım kəsir. Öz ağlınızla təsmim tutun. Deyin, bu 4 dənə projen alacağım. $25. Hər xəridimdə 4 dənə ərz alacağım. Hərəsindən $25. Və pillə-pillə. Bir yerdə almayın. Məsələn deyirəm, burada ya xərid elədiniz. Gəlib bura düşdü, bu fürsət əldən vermişsiniz. Ya məsələn gəlsə buranı əldən. Bir zamandan burada eləyə bildik. Qəşəng özümüzə bir səbəd yığaq ki, mənfəət eləyək. Məsələn, bir də misal istəyən vuran biləcə, baxın bura. Fərz eləyin. Biz bazarın burasında olaydık. Burası çildim. Burada olaydık. Və gələydik, deyəydik ki, bura məmələn bir suud olanda hamı Bitcoin-dən danışır. Bitcoin eyvah almadıq, gör nə qədər qalxdı filan oldu. Bir əldən vermək qorxusu gəlir. Bəzən o baxır ki, adam iş var. Tez bütün pulu ilə alsan. Ondan sonra nə olur, bax, bazar yorar bilər. Yenər, satasan, qalxa desən, yox da bu şey qalxdı, bir yol. Alasan, bir cür nəvəsəndən burada pudr elər bazardan atar eşiyə bilər. İndi fərz edin, biz bazarın burasındayıq. Baxın, bu cür bir ehtimal vardı. Yaxşı, ondan sonra rüşd eləyək. Bu cür də olmaya bilər. Buradan da elə rüşd eləyə bilər. Yenə dubara bura və kollən fərqli. Bunlar qabaqda yəni zaman getdikcə daha yaxşı tər görəcək. Mən Bitcoin-i pişnahad eləməmişəm. Renderdə də elə həman ittifaq düşdü. Yenə fürsət var idi. Bir yol xərid eləyə bilərdiniz. Ayrı proje mərif edəcəm. Niyə? Çünki bu bazarın, bu suudu bazarda trendimiz huş məsnuydu, yapay zekadır. Ona görə bu da həm huş məsnuy projesidir, həm birinci layihədir, birinci katmandır.
Solana tay, Ethereum tay. Məsələn, Renderin özünün projəsi bir dənə Ethereum-un bəstərində də orada çalışır. Müstəqil deyil və üçün mühüm dəsən hədəfi proje ayrı bir şeydir və yaxşı projelərdəndir. Tərakünüşləri azdır, filandır və güclü bir projədir. Ona görə pişnahad eləyirəm biləcə. Harada xərid eləyə bilərik bunu? Yine eləyə bilərsiniz, bir pillə burada xəridinizi vurasınız ki, deyəsən, mən bu bazara girdim və müntəzir qalaq. Ya şikəstlə burada var olaq, ya fürsət verə əşyalarda dubarı xərid eləyək. Niyə də huşu məsnun projelərindəndir və səbədimdə vardı bu ərz. O bir ərz nə mənadır? Toncoin. Toncoin bu da biriminci katmanda olan biriminci, yəni özdə müstəqil şəbəkəsi vardı və Telegramın labeli vardı bunda. Bu çox ərzişli və dəyərlidir. Mütəəssifانه mən biraz bunu bevaq aldım. 4.7-də fikirlərim ortalama vurmuşam bunu, yəni buralarda. Ki biraz üstə, biraz aşağısında filan almışam, ortalaması olubdu bura. Və baxsaq da pis yerdə də təqribən elə bu əvvəliyyə ərzəsindən sonra elə təqribən yaxşı yerdə miyancım vermişəm. Və çox ümidvaram ki, bir yaxşı proje olacaqdır. Və yaxşı mənfəət verə bilər. Biləmizə ki, altında da gözəl projelər vardır ki, bu şəbəkənin içində çalışır. Toncoin-də elə həman şəkildə bir təbəqə, yəni bir pillə burada bir giriş yapa bilərsiniz. Ondan sonra eləyə bilirik dözaq. Buralarda bütün bir shadow vurubdur. Buralarda nəqdinici vardı, market maker, yəni o adam ki, bu bazarı dolandırır, o sərmayədar, o böyük pullar. Məsələn, BlackRock kimi neçə trilyon dolarlıq bir kompaniylər mənim olan bazarı dolandırırlar və bütün şeylərlər ki, tamam, burada hamı sel tutubdur. Pəs qoy bir dənə qeydim. Burada bulan pulum alım, liquid eləyim, bazardan atım eşiyə bilərlərin, əhrum açıblar. Siz atar burada eşiyə, ondan sonra rüşdülər. Görəsiniz ki, siz liquiddə oldunuz, vəli targetinizdə vurdu. Ona görə bu, bazarın bir revanşinası ayrı bir təhlilləri vardı ki, zaman qoyarsınız, trader dərsiniz, öz işinizin yanında fəqət sərmayə quzar eləyirsiniz. Ki, hər insanın sərmayə quzarı bilməyi yaxşıdır. Dediyimiz kimi, əgər sən bir yol tapıyəsən, gecə yoxuda pul qazanasan, ölənəcən gələ işləyəsən. Ethereum necə? Ethereum çox qədimi projədir, biriminci katmandır filandır. Çox gözəldir, yaxşıdır. Bunda da mən almışdım, bu dönəmdə almışdım. 1800-də mən təqribən vurdu eləmişdim. Yəni, buralar mənim vurudum idi. 2600-ə yaxın satdım, buralarda da satmışam. Niyə bir az mənfəətlə çıxmışam? Çox rüşd eləməyəcəm. Mən səbədim pul riskidir, özümə güvənirəm. Deyirəm ki, çox risk eləyəcəm. Sən çox qazanam. Mənfəət verə bilər, bəli, verə bilər. Pəs sən niyə burada satmışsan? Üçün aparmışam məsələn bir fərzdən ayrı projeye ki, bu indi məsələn buradan mən 52% burada mənə mənfəət verəcəkdə, pulum indi mənim 150% mənfəət veribdir ayrı projelərdə, riskli projelərdə. Bu cür alım kəsb. Bəli, xop, siz eləyə bilərsiniz, xərid eləyəsiniz. Bəli, indi əslən yaxşı bir yerdə xəridə, bunun yaxşı bir targeti bura ola bilər. Yəni, gələ bu yeri bir güclü sındıra, pullback vura, onda deyək ki, tamam, buranı rədd elədi və vurdu eləyək. 4800, 5200, buralarda dəmi dəstərin targetləridir. 7000'ləri də gələ bilər. Yəni, tez dolardan söhbət eləyək. Bəli, mənfəət verəcək, bəli, azdır, bəli, mütməindir, riski azdır. Bilirsən ki, bəzi projelər birdən aradan gedə bilməz. Ona görə mütməin bir sərmayə quzarı ola bilər. İradları nə mənadır? Solana'nın məsələn saniyədə 48.000 dənə tərakünüş əncam verəndə, məsələn Ethereum 500 dənə, yəni qədimi projelərdir. Yəni blockchainin 2000-ci nəslidir. Düzdür, əvvəldə öz zamanında qan qiyamət eləmişdir. Əldə qədimi olub üçün çox sürətlə bu texnoloji pişrəft eləyir. Məli xop da, ona görə də çox mənfəət eləmir. Zaten gələndə $1 idi, indi $4000. Yəni 2017-də bu ərzi alıb saxlasaydın, çox mənfəət verərdi. Aya həm ərzləri alıb saxlasıq,
mənfəət verər? Xeyr, bir çoxlu projelər də aradan gedər. Keçən Nuzulu bazarda fikirləşən bir 3000 daha proje aradan getdi. Böyük projelər aradan getdi. Yol, ona görə şey deyər ki, bu bazara 3 il, 4 il, 5 illıq baxasan çox iştibatdır. Ethereum-un həzinəyi tərakünüşləri də çoxdur. Bunu aldın sərrafdan çıxartmağa fəqət $45 həzinəyi tərakünüş verəcəksən. Solana 10 sent, 5 sent bu cür bir həzinə tərakünüşü vardı. Yol, RNDR məsələn bu Ethereum-un şəbəkəsində bunu istəsən sərrafdan çıxardasan, buna da bir daha çox fee verəcəksən. Vəli xod dəyər, mən bunu almışam da və o $45 da vermişəm də, vələtimə də göndərmişəm ki, əmniyyəti güvəni olsun və dəyib də. Bir gün məsələn öz səbətim nə qədər mənfəət deyəm, nə çox bunları da göstərəcəm biləcə ki, belə açıq şəffaf danışam, bazarın potansiyellərindən danışaq, görək nə qədər önəmlidir ki, bunları öyrəşək. Videonu çox istəmirəm uzaldam, çalışacağam tez-tez video qoyam. Umarım ki, faydalanasınız bu videolardan. Hədəfimiz də budur. Çox sağ olun, o biri videodan görüşərik, hələlik.